Bir söz deyək, yadımızdan çıxmışdı o. Bax, mənim əmmim oğlu. Getdi icra Baksəbətə Deməli, Bakı icra İcra hakimiyyətinə Hakimiyyətinə qəbula yazıldı. Özü danışsın, danış. Bakı İcra Hakimiyyətinin başçısının Qəbuluna qəbuluna yazıldı. 3 ildir yazılmışam. 3 ildir ki, yazılmışam. Hər dəfə də zəng vururam. Deməli, orada qəbul şöbəsinə, qəbul şöbəsinin nömrəsi var. Bu şəhidlər ailəsidir, sabah məndən kimlərdir? 3 ildir. Bir dənə məni qəbul eləyə bilmirlər ki, tək məni. Mən demirəm 5 dənə ailə aparım. Başçıya sözünü desin. Bir dənə başçıya sözümü deyim ki, Dərdimizi hörmətli deyək. başçı. Bu insanın sərəncamı olmaya. Bu 10 dənə ailənin evini mülkiyyətçi kimi alır. Bizim necə məsəl üçün 50 kvadratımız var, bunun da 350 kvadratı var. Bu burada mülkiyyətçi kimi alır. Yaxşı almısan, bura xaraba günəş qoymusan. Bir dənə başçının qəbulunu mənə buraxan yoxdur. Nurgün şirkəti. Nurgün şirkəti. 3 ildir qəbulundayam. İndi axşam tərəfidir, mən zəng edib mikrofonu qoyub, yoxsa yenə də zəng vurarım qəbul şöbəsinə. Olmazlar orada. Yox, götürməyəcək telefonu. Götürmür, qardaş, götürmür. Yox. O heç kimin telefonunu götürmür. Heç kimin telefonu cavab vermir. Heç kimin. O ancaq icra hakimiyyətinin nömrəsini götürər. O da heç bizim nömrəmizi götürmür. Yasamal rayonunda Elşad müəllimin qəbuluna 1 ildir yazılmışıq. Bu cəmaatına getmişəm. 1 ildir onun qəbuluna yazılmışıq. Biz olmuşuq, 3 dəfə onu görmüşük. Ancaq səyyad görüşlərdə görmüşük onu. 100 nəfərlə. Məsəl üçün Medtexnikum, statistika yanında Medtexnikum var. Orada görüşmüşük. Space'in arkasında 225 nömrəli məktəb cəmaatın içində görüşmüşük. Ancaq belə rəsmi olaraq yazılı surətdə orada aşağıda 2 dənə polis var. Onların nömrəsi də var məndə. Orada rəsmi olaraq yazılı surətdə bax 5 dənə ailə ilə görüşmüşük ki, heç olmasa 5 dənə ailədən bir nəfər girsin Elşad müəllimin sözünü desin. Qardaş 1 ildir. 1 ildir biz öz rayon başçımızı qəbuluna girə bilmirik. Və yaxud da Baksəbətə qəbullarına girə bilmirik ki, sözümüzü deyək, xahişimizi eləyək. Bunlar niyə qaçırlar bizdən? Biz görükür haqlıyıq da, bunlar qaçırlar düz sözlə.